Və mən sizə indi danışacağım yaradıcı təfəkkürdə, əziz müəllimlər, yaradıcı təfəkkürü inkişaf etdirən yollardan. Yaradıcı təfəkkürü, bax, necə ki, tənqidi təfəkkürdə də mən sizə demişdim, tənqidi təfəkkürü inkişaf etdirən bir neçə yollar var idi. Eləcə də yaradıcı təfəkkürü inkişaf etdirən bir neçə yollar var. Bunlardan biri beyin həmləsidir. İş üsullarını keçəndə mən sizə onlar haqqında daha geniş danışacağam. Beyin həmləsi burada deməli necədir? Hansısa bir problemli situasiyanı qoyursan və burada şagirdlər müxtəlif ideyalar irəli sürür. Müxtəlif yollar söyləyirlər. Hərə öz fikrini deyir. Burada şagirdlərin yaradıcı təfəkkürü inkişaf edir, şəxsi ifadə tərzi formalaşdırır, müxtəlif ideyalar. Heç kim heç kimə sən səhvsən, sən düzsən, heç kim heç kimin fikrini mühakimə etmir, heç kim heç kimin fikrinə fikir bildirmir. Qoyulan problemli situasiya hərə bir yol deyəcək. Bax, bu beyin həmləsidir. Adətən biz müəllimlər daha çox istifadə edirik yaradıcı təfəkkürdə, deməli, dərsin giriş hissəsində beyin həmləsi iş üsulundan istifadə olunur. Bir də yaradıcı təfəkkürü inkişaf elətdirən yollardan biri də 4M1H üsuludur. Bu, suallar texnikasıdır. Məsələn, bayaq burada biz dedik ki, deməli, beyin həmləsi ikinci 4M1H üsulu yaradıcı təfəkkürü inkişaf elətdirir. Burada 4M1H üsulu nədir? 4 dənə N hərfi. Nə, niyə, nə zaman, deməli, harada, nə, necə, niyə, nə zaman. 4 dənə N hərfi ilə başlayan, bir dənə kim, hadisə kim tərəfindən baş verdi. Bir dənə də H hərfi, yəni hadisə harada baş verdi. Bax, bu üsuldan istifadə etməklə şagirdlər deməli yaradıcı təfəkkürünü inkişaf elətdirə bilərik. Sonra mən danışacağım sizə yaradıcı təfəkkürü inkişaf elətdirən yollarından biri də, əziz müəllimlər, analogiyaların tapılmasıdır. Analogiyaların tapılması nədir? Yəni burada analogiya oxşarlıq deməkdir. Məntiqi təfəkkürdə də var bu analogiyaların tapılması. Və analogiyaların tapılması həm məntiqi təfəkkürə, həm də deməli yaradıcı təfəkkürə aiddir. Əgər bir adam özünün bənzərini tapırsa, bu məntiqi təfəkkürdə var. Yəni hansısa bir deyək ki, nəyinsə oxşarını tapırsa, bax bu məntiqi təfəkkürdədir. Məsələn, uşaq deyir ki, anacan, mən boksa getmək istəyirəm. Deyir ki, yox, sən balacasan, hələ olmaz boksa getmək. Deyir, anacan, niyə? Bəs Nihat da mən yaşdadır, niyə onun anası icazə verir? Deməli, burada nə var? Şagird burada həm məntiqi təfəkkürü lazımdır, həm yaradıcı təfəkkürü lazımdır ki, necə? Məntiqi təfəkkürü lazımdır ki, şagird məntiqlə onu düşünə bilir. Deməli, məntiqlə nəyi düşünür? Digər oğlanın da, digər qonşusunun da onunla yaşıd olduğunu, onun da boksa getdiyini düşünür, məntiqi ilə düşünür. Və yaradıcı təfəkkürünü işə salır. O cümlələri düz qoş eləyib, anasına o fikrini bildirməyi yaradır. Deməli, eyni zamanda həm məntiqi təfəkkür, həm də tənqidi təfəkkürü lazımdır şagirdin. Həm məntiqi, həm də yaradıcı təfəkkürü lazımdır. Bu oldu analogiyaların tapılması. Və bir də var məntiqi yaradıcı təfəkkürdə, əziz müəllimlər, əşyaların qeyri-adi istifadəsi. Burada necə başa düşəcəyik? Biz bilirik ki, bax, qələm nə üçündür? Yazı yazmaq üçündür. Məsələn, indi biz şagirdlərin yaradıcı təfəkkürünü inkişaf elətdirmək istəyirik. Bu zaman biz onlara deyəcəyik, uşaqlar, baxın, qələm yazı yazmaq üçün olan alətdir. Bəs yaxşı, biz qələmdən başqa necə istifadə edə bilərik? Uşaq biri deyəcək müəllimə, qapıya cəftə kimi taxa bilərik. Biri deyəcək müəllimə, anam mətbəxdə iş görəndə saçını broş əvəzi qələmdən yığır və s. Hərə bir yol deyəcək. Və yaxud da ki, məsələn, soruşursan ki, uşaqlar, bax, biz dəftərlərdən neyinirik? Yazı yazmaq üçün istifadə edirik. Biz dəftərlərə yazı yazırıq. Bəs dəftərlərdən, bu vərəqlərdən başqa necə istifadə edə bilərik? Baxın, görün, uşaqlar sizə necə cavab verəcək. Biri deyəcək, nənə, ay müəllimə, nənəm bizə kətdən yumurta göndərəndə o dəftərin vərəqlərinə büküb göndərir. Biri başqa üsul deyəcək, biri başqa. Deməli, biz bundan şagirdlərin yaradıcı təfəkkürünü inkişaf elətdirmiş oluruq. Və yaxud da ki, məsələn, uşaqlara desək ki, ay uşaqlar, biz bu ayaqqabılar ayağa geyinmək üçün, ayağımızı istidən, soyuqdan qorumaq üçündür. Ayaqqabını başqa necə istifadə eləyək? Biri deyəcək müəllimə,
köhnə ayaqqabılarımı mən aparıb ağacın koğuşuna qoyaram. Quşlar orada yumurta qoyar, bala çıxardır. Gördünüz şagirdlərin fərqli yanaşmasını. Hələ daha çox versiyalar, daha çox orada cavablar gözləyə bilərsiniz siz. Bax, bu olacaq əşyaların qeyri-adi istifadəsi. Yəni, bu üsulda, təlim üsullarının içində biz keçəndə sizə daha geniş onu izah eləyəcəm. Çünki bu iş üsulu yaradıcı təfəkkürü inkişaf elətdirən üsullardandır. Və əziz müəllimlər, yaradıcı təfəkkürü inkişaf etdirən, deməli, yaradıcı təfəkkürdə problem həll etmə texnikası var. Problem həll etmə texnikası 5 addımdan ibarətdir. Burada necədir? Yəni, problemin nə olduğunu müəyyənləşdiririk, plan qururuq, planı yerinə yetiririk, nəticəni yoxlayırıq və sonda qiymətləndiririk. İndi ayrı-ayrılıqda mən bunlar haqqında sizə geniş məlumat verim. Əgər biz, məsələn, bir sual, əslində biz, məsələn, bilirik ki, problemin nə olduğunu müəyyənləşdiririk. Amma burada biz hər bir sual da problem ola bilmir. Yəni, elə bir problem qoymalıyıq ki, onun bir neçə cavabı olsun, bir neçə həll yolu olsun. Məsələn, mən desəm ki, sulfat turşusunun formulu nədir? Bu problem deyil. Bunun bir cavabı var, fakta dayanan bir məlumatdır. Suyun formulu necə yazılır? Bu problem deyil. Biz amma burada elə bir problem qoymalıyıq ki, yəni ona müxtəlif nöqteyi nəzərdən yanaşılsın. Yəni, hərənin bir cavabı olsun. Ona görə birinci biz problemin nə olduğunu müəyyən eləyəcəyik. Və sonra o problemi müəyyən etmək üçün, müəyyən etdikdən sonra problemin planını tutacağıq. Məsələn, bu hansı plan üzrə mən bunu yerinə yetirəcəm. Sonra onu yerinə yetirəcəm. Sonra nəticəmi müəyyənləşdirəcəm. Nəticəmi yoxlayacam. Baxım, görün, mən bunu yerinə, bu plan üzrə bu işi qurdum, yerinə yetirdim. İndi nəticəmi yoxlayacam. Görün, bu nəticəm düzdürmü? Həqiqətən də mi bu problemi düzgün həll etmişəm, yoxsa yox? Yəni, sonda qiymətləndirəcəm. Nəticəmi də yoxladım, düzgündür, qiymətləndirəcəm. Ümumiyyətlə, müəllimlər şagirdlər arasında problem həll etmə bacarıqlarını effektiv şəkildə qiymətləndirmək üçün həm summativdən istifadə edə bilər, həm formativdən istifadə edə bilər. Yəni, summativ qiymətləndirmə deyək ki, biz bölmənin sonunda keçirilir, hansısa bir neçə həftədən bir keçirilir. Yəni, bu ümumi bacarıqları ölçmək üçün aparılır, əziz müəllimlər. Bax, bu qiymətləndirmə bölməsində. Formativ qiymətləndirmə isə, yəni, davamlı şəkildə aparılan qiymətləndirmədir. Hər gün biz apardığımız qiymətləndirmədir. Yəni, o da şagirdin davamlı şəkildə öyrənməsi üçün mühüm rol oynayır. Yəni, bu proses əsasında biz bu qiymətləndirməni aparan zaman şagirdlərə əks əlaqə verəcəyik. Yəni, əks əlaqə quracağıq şagirdlərlə. Əks əlaqə də nədir, müəllimlər? Rəy deməkdir. Əks əlaqə rəy deməkdir. Yəni, biz şagirdin fəaliyyətini qiymətləndiririksə, formativ qiymətləndirmə aparırıqsa, biz şagirdə rəy verərək, onunla əks əlaqə quraraq onun fəaliyyətini qiymətləndirəcəyik. Deməli, problem həll etmə texnikasında, əziz müəllimlər, birinci planımızda planı müəyyən elədik. Birinci mərhələmizdə problemin nə olduğunu müəyyənləşdiririk. Problemin nə olduğunu müəyyənləşdiririk. Onu diqqət edin, testlərdə düşəcək bax bu cümlə. Problemin nə olduğunu müəyyənləşdiririk. Sonra plan tuturuq, yerinə yetiririk. Yəni, nəticəmizi yoxlayırıq, sonda qiymətləndiririk. Bax, bu problem həll etmədə, əziz müəllimlər, deməli, addımlarından biridir ki, sonda da qiymətləndirmə aparırıq. Qiymətləndirməni də həm diaqnostik, həm formativ şəkildə aparırıq, formativ gündəlik dərs boyu aparırıq, həm də əgər bölmə sonudursa, bölmədə şagird nailiyyətinin ölçmək üçün summativ qiymətləndirmə apara bilərik. Bax, bu da qiymətləndirməmiz və yaradıcı təfəkkür oldu, əziz müəllimlər. İndi, əziz müəllimlər, yaradıcı təfəkkürlə bağlı mən, deməli, nəyi demədim sizə, testlər göndərmişəm qrupa. İndi o testlər üstündə onların, deməli, testlərini eləyib müzakirə eləyəcəyik.